Bismillahirrahmanirrahim. Bihi nesta'in. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rahmetullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bəhsimiz Rəcəb ayının dualarının şərhi barəsindədir. Biz 4 dənə nidaya işarə elədik və inşallah bugünkü çəkilişimizdə də dualara işarə edəcəyik. Yəni, qeyd etdik ki, bu dua 2 hissədən ibarətdir. Yə mən ərcuhu li kulli xayr duası. Birinci hissədə 4 dənə çağırış var. Əslində istəyirik Allahın mərhəmətinin nazil olmasını biz zəminə yaradaq və bundan sonra da istəkdir. 3 dənə istək var və istəyin sonunda da bu istəyin səbəbi deyilib ki, niyə mən bunları səndən istəyirəm? Və istəklər də çox böyükdür və ona görə də ustadlar, alimlər və Quran ayələrindən, hətta hədislərdən də istifadə olunur ki, insanın himməti yüksək olmalıdır. Bəziləri gəlib, deyək ki, heyvanı üçün saman istəyir, bəziləri isə Allahın razılığını istəyir. O hara, bu hara. Təbii ki, o demək deyil, onu istəməyək. Sadəcə himmət yüksək olmalıdır. Oxuyaq ilk öncə duanı sadəcə tərcümə edək, sonra keçərək izahlara. İstir a'tini. İlahi, mənə əta et, səndən istədiyimə görə səndən istəyirəm. Nəyi əta et? Cəmiə xayr dünya və cəmiə xayril əxirə. Bütün dünya və axirət xeyrini mənə əta elə. Çox böyük duadır. İşarə edəcək nümunələri də var bunun. Vasrif anni və məndən uzaqlaşdır. Səndən istədiyimə görə nəyi uzaqlaşdır? Cəmiə şərr dünya, bütün dünya şərrini və şərril axirə və axirət şərrini. Niyə? Fəinnəhu, baxın, niyə budur? Niyə mən bunları səndən istəyirəm? Fəinnəhu qayru mənqusin ma a'taid. Çünki sənin əta etdiyin tükənmir. Yəni, sən əta etsən, bitsin, tükənsin, naqis olsun, belə deyil. وَلِلَّهِ خَزَائِنُ السَّمَاوَاتِ وَالْأَرْضِ. Göylərin və yerin xəzinələri ona məxsusdur. Və bəziləri elə düşünür ki, Allah öz xəzinəsindən verirsə, nəsə azalacaq. Belə deyil. Allahın ətasını dərk eləməyiblər bəziləri. وَزِدْنِي مِنْ فَضْلِكَ. Bunları istəyir. Daha sonra deyir ki, ilahi, təkcə bu deyil, yenə də artır. Yenə də artır. Bundan əlavə nə varsa yəni ver. Ola bilər, mən bir şeylər var ki, mən bilmirəm. Onları da mənə əta elə. وَزِدْنِي مِنْ فَضْلِكَ ya Kərim. Bu duada biz diqqət eləyəndə görürük ki, 3 dənə istək var və sonunda da səbəbi deyil. Lakin bunu deməzdən öncə bir məsələyə toxunmaq istəyirəm ki, əslində bu ötən bəhslərimizdə də müəyyən qədər toxunmuşduq ki, Allahın rəhmətinə çatmağın yolu vasitəsi həmçinin bu dualarda da məlum olub. Baxın, Quran-ı Kərimdə bir ayə var ki, oxumuşduq. Rabbənə vəsi'tə kullə şeyin rəhmətən və ilmə. Rəhmət və elm baxımından hər bir şeyi əhatə eləyibsən. Bu Allahın yəni rəhmətidir ki, hər bir şeyi əhatə eləyib. Və digər tərəfdən Allah təbarək və təalanın rəhməti möminlərə yaxındır. Yəni, düzdür, ümumi rəhməti hər bir şeyə şamildir. Lakin möminlərə Allah təbarək və təalanın rəhməti yaxındır. İnnə rəhmətəllahi qaribun minəl muhsinin. Allahın rəhməti muhsinlərə, ehsan edən, yəni möminlərə yaxındır. Onlar ki, mömindirlər, ehsan əhlidirlər. Allahın rəhməti onlara daha yaxındır. Diqqət eləyin, bütün yeri göyü Allahın rəhməti qərq edib. Lakin möminlərə xüsusi bir rəhmət var ki, Allahın rəhməti onlara daha yaxındır. Belə olan halda bu rəhmətə çatmaq ki, mən istəyirəm, artıq mömin olsam mənə yaxın olur bu rəhmət, bizə yollar göstərib ki, nə etsən bu rəhmət tez sənə şamil olar. Yəni, bu qərq olarsan Allahın rəhmətində bizə yollar göstərib. O yollardan biri təqvadır. Deyir, əgər təqvalı olsan, Allahın rəhməti sənə şamil olar. وَمَنْ يَتَّقِ اللَّهِ يَجْعَلْ لَهُ مَخْرَجًا. Hər kəs təqvalı olsa, Allah onun üçün bir çıxış yolu qoyar. وَيَرْزُقُهُ مِنْ حَيْسُ لَا يَحْتَسِبِ. Güman etmədiyi yerdən ona ruzi verər. Deməli, bu rəhmətin o geniş rəhmət ki var idi və xüsusi rəhmət ki var idi, yaxın idi möminlərə, bunu cəlb etməyin bir yolu təqvadır.
Digər yolu təvəkküldür. Allaha təvəkkül eləmək. Allaha təvəkkül eləmək mənası budur ki, yəni mən bütün işlərdə müstəqil yalnız onu görürəm. Həm işin əvvəlində, həm işin ortasında, həm işdən sonra bilirəm ki, onun əlindədir. Onun izni olmadan heç nə baş verməz. وَمَنْ يَتَوَكَّلَ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Yəni bu ayə həqiqətən bir dərə mömin ola və bu ayəni oxuya, daha sonra nədənsə nigaran ola, həqiqətən mömin deyil. Hər kəs Allaha təvəkkül eləsə, fəhuvə həsbuhu. O, yəni Allah ona kifayət edər. Və onlardan biri də ki, oxumuşduq, bunlar qeyd etdiyimiz kimi, sadəcə onları istəyirik toplayaq bir yerdə, iman və salih əməldir. وَمَنْ آمَنَ بِاللَّهِ. Hər kəs Allaha وَالْيَوْمِ الْآخِرِ və qiyamət gününə iman gətirə və salih və amilə salihən və salih iş görə فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْسَنُونَ. Onların nə keçmişdən, nə gələcəkdən heç bir qorxuları yoxdur. Ya məsələn, mən amilə salihən min zəkərin əv unsə və huvə mümin. Mümin olaraq bu işləri yerinə yetirə bir nəfər şəxs, salih işi görə, istir kişi olsun, istir qadın olsun, fələnuhyiyənəhu həyatan tayyibətən. Biz ona pak bir həyat verərik, bəxş edərik, yaşadaraq onları. Siz gedin Əllamə Təbatabainin Əl-Mizan təfsirinə baxın, pak həyat deyəndə nə nəzərdə tutulur. Əllamə Təbatabai deyir ki, Həzrəti Peyğəmbər gəlmişdi ki, insanları dirilsin, onlara yeni bir həyat versin. Bir həyat var, biyoloji həyatdır. Yaşayır, yemək yeyir, evlənir, övlad sahib olur, yatır, durur. Bir həyat var isə mənəvi həyatdır. O həyat ki, nurun içindədirlər. Onların baxışları ilahi baxışdır. Onların qulaqları ilahi qulaqdır. O qədər dəqiq bəhs edir bunu Əl-Mizanda Əllamə Təbatabai. Digər ayədə mən əmənə və əsləhə. Onlar ki, iman gətirir və salih işlər görürlər. Fələ xavfun aleyhim və ləhum yəhsənun. Ya digər ayədə yenə də və əmmə mən əmənə və amilə salihən fələhu cəzəul husnə. Gözəl, onlara mükafat var. Onlardan biri də iman və şükürdür. Şükür etməkdir. Və mə yəf'alullahu bi'azəbikum in şəkərtum. Allah sizə əzab verməz əgər şükür etsəniz və əməntum və iman gətirsəniz. Və iz təəzzənə rabbukum, sənin Rəbbin elan elədi. Lə in şəkərtum lə əzidənəkum. Əgər şükür etsəniz, Allah təbarək və teala çoxaldacaq. Bunların içində ən böyük açar Allahın rəhmətini bizim üçün deyək ki, o açan bir açar nədir? Duadır. Ki, Quran-ı Kərimdə dəfələrlə buna işarə olunub. Dua eləmək və həmçinin əməldir. Əgər biz dua eləsək və əməl eləsək, Allahın rəhmətinə şamil olur. Huvəl-ləzi cəalə ləkumul ardı zəlulən. Ram edib sizin üçün yeri. Fəmşu, gedin fi mənəkibihə və kulu min rızqı. Yerin ruzi qazanın və o ruzidən yiyin. Deməli, yer üzündə gəzmək, yəni ruzi üçün səfərə çıxmağı Allahın mərhəmətinə səbəb olan bir amil kimi bizə göstərib. Ya məsələn, وَمَنْ أَرَادَ الْآخِرَةَ. Hər kəs axirəti istəyirsə, bununla kifayətlənməyə. İnşallah cənnət bizimdir. Müsəlmanıq, şiyəyik, sünniyik, inşallah bizimdir. Deyir, yox. وَمَنْ أَرَادَ الْآخِرَةَ. Ya mən səhabədir də, inşallah cənnət əhlidir. Quran-ı Kərim meyyar deyir. Nə səhabə? Meyyar budur. وَمَنْ أَرَادَ الْآخِرَةَ. Hər kəs axirət istəyirsə. وَسَعَى لَهَا سَعْيَهَا. Və onun üçün bir səy edirsə, və o mümin bir halda ki, mümindir, iman əhlidir, فَأُولَٰئِكَ كَانَ سَعْيُهُمْ مَشْكُورًا. Onun səyinə təşəkkür olunacaq. Yəni, səyyə əvəzini veriləcək, səyyinin əvəzi. Çalışmağın əvəzi veriləcək. Və Quran-ı Kərim sonuncu ayəndə oxuyaq. وَأَنْ لَيْسَ لِلْإِنسَانِ إِلَّا مَا سَعَى. İnsana ancaq onun səy etdiyi əta olunacaq. Bu ayələrdən nə istifadə olunur? Bu ayələrdən bu istifadə olunur ki, əgər istəyiriksə Allahın mərhəmətini qazanaq və Allah bizi bağışlasın, cənnət əhli qərar versin, əməldir. Bəziləri deyirlər, bu ünvan bəs eləyir.
Şiə oldun bəsdir, səhabə oldun bəsdir, sələfə oldun bəsdir. Xeyr, meyar budur. Əməl əhli olmaq. İnnə həzə kənə ləkum cəzəən. Bu sizin mükafatınızdır. Və kənə sə'yukum məşkura. Sizin səyiniz təşəkkür olunub, yəni sizə təşəkkür olunub bu səyinizə görə. İnşallah indi növbəti bəhsimizdə oxuyarıq, nə istəyirik Allahdan o, nə böyük istəklərdir. Bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.